paralelogram misalına baxaq. Deməli, oxşarlıqla bağlıdır. AC diaqonalını 24 verib. AC diaqonalı 24'dür. Bizdən AO-nu istəyir. AO bir x yazsa, onda AC ümumilikdə 24 olduğu üçün bura 24x olacaq. BY-ni 2 verib, YS-ni 3 verib. Paralelogramın deməli BC tərəfi 5 olur. Onda AD tərəfi də 5 olur. Burada deməli bizdən istəyir AO-nun uzunluğunu, yəni biz x-i tapmalıyıq. İki paralel düz xət, üçüncü düz xətlə kəsişir. Baxın, burada AC kəsəndə burada çarpaz bucaqlar olur. Alfa, alfa. DY-ni də biz deməli çəkəndə burada da yenə çarpaz düz xətlər olur. Beta, beta. Üçüncü bucaqlar isə qarşılıqlı bucaqlar olduğuna görə qamma, qamma yazaq onlardan. İndi oxşarlıqla yazsaq, deməli üçbucaq, iki oxşar üçbucağımız olur. AD o üçbucağı ilə, deməli AD o üçbucağı ilə oxşardır. Üçbucaq CYO oxşar üçbucaqlar olur. İndi oxşarlığa görə yazsaq. Alfanın qarşısında bizdəki yoxdur. Əlimizdə o 7, alfanın qarşısında burada o da yoxdur. Ona görə onu saxlayaq. Beta'nın qarşısındakı 24 çıx x-in. Yuxarıdakı üçbucaqda beta'nın qarşısındakı 24 çıx x-in. Digər üçbucaqda beta'nın qarşısındakı x-a nisbəti bərabərdir. İndi qayıdıram yenə yuxarıdakı üçbucağa. Qammanın qarşısındakı 3-ün, qammanın qarşısındakı 5-ə nisbəti. Buradan da çarpaz şəkildə vursaq, 3x bərabərdir, 5 vurulsun 24 çıx x-a. 5 24'ə vuranda 120 çıx 5x bərabərdir 3x-a. 120 bərabərdir, çıx 5'li, üstünə 5 gəlirik, 3x üstə gəlir 5x. 8x bərabərdir 120'yə, x də bərabərdir 120'ni 8'ə böləndə 15. Deməli bizim AO-muz 15'dir. Bizdən də AO-nu istəyirdi. O seni istəsəydi ümumi 24 idi. 24 çıx 15 olardı 9. Bizdən AO-nu istəyir. Cavabımız 15.